Çox xoşuq ki, bu günləri biz bu tarixi bir yerdə, tarixi bir musiqi yerində bizim sənətkarlarımız burada iştirak elədilər və çox yüksək səviyyədə iştirak elədilər. Hətta buranın vokal müəllimləri dəfələrlə bunu qeyd elədilər ki, yəni biz özümüz də bunlardan çox şey öyrənməliyik. Yəni bizim özümüzün tarixində silinmiş bəzi hissələri biz bugünkü gecədə bir daha yadımıza salıb və bir daha biz də bu yolla davam eləməliyik. Çox gözəl oldu. Hər dəfə izləyirik, gəlişinizi gözləyirik. Hər dəfə də gəlirik. Ümid edirik ki, tez-tez gələsiniz. Belə xoş günləri biz də keçirik. Hər dəfə tədbirlərinizə böyük məhəbbətlə gəlirik. Elə bilirik ki, Azərbaycandayıq. Çox sağ olun ki, çox sağ olsun Mehriban xanımı, İlham müəllimi ki, böyük belə bir tədbirlər təşkil edirlər biz Azərbaycanlılar üçün. Yəni gəlirik, xoş olur bizimlə. Bizə təşəkkür edirəm ki, bizi bu cür tədbirə dəvət eləmisiniz. Bu tədbirin təşkilatçılarına, Azərbaycanın İtaliyadakı səfirliyinə və bu tədbirin digər təşkilatçılarına öz minnətdarlığımı bildirirəm. Siz də təşəkkür edirəm ki, bizə belə bir şans vermişsiniz ki, buradan öz vətəndaşlarımıza, Azərbaycana səslənək. Hamısını qucaqlayıram, bağrıma basıram. Buradan çoxlu salamlar yollayıram Azərbaycana və öz ailəmə. Burada Azərbaycan dostlarımızla əlaqəni itirməmək üçün nə vaxt belə bir nəsə təşkil eləsələr, biz də onlarla bir yerde olduğumuzu göstermeye çalışırız. Güzel organizasyonlarda iştirak etmekten ötürü çok mutluyum. Hem orada geçirdiğimiz vakitlerden biraz hatirelerimizi tekrardan canlandırmak bizim için çok gurur verici bir hisse, hadise. İtaliyada Azərbaycan mədəniyyəti günlərinin başa çatması ilə bağlı paytaxt Romadakı Auditorium della Musica konsert kompleksində mərasim keçirilib. Heydər Əliyev Fondunun Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü, ölkəmizin İtaliyadakı səfirliyinin və Roma şəhər meriyasının dəstəyi ilə keçirilən mərasimdə 1-ci xanım
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və fondun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər. Əziz tamaşaçılar, hal-hazırda biz İtaliyanın paytaxtı olan Roma şəhərində. Gördüyünüz kimi arxamızda çox böyük bir möhtəşəm auditorium zalı yerləşir. Bax, burada bir neçə dəqiqədən sonra Azərbaycan Mədəniyyət günlərin bağlanışı keçiriləcək. Heydər Əliyev Fondun və Azərbaycan Mədəniyyət Turizm Nazirliyi təşkil etdiyi Azərbaycan Mədəniyyət günlərinin sonuncu konserti bax burada, bu möhtəşəm zalda keçiriləcək. Gəlin daxil olaq və baxaq görək bugün nələr olacaq. Mədəniyyət günləri çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Roma şəhərinin meri Gianni Alemanno ilə görüşüb. Roma meri Azərbaycanın birinci xanımını İtaliya paytaxtında görməkdən şad olduğunu bildirib. Gianni Alemanno Mehriban xanım Əliyevanın fəaliyyəti barədə məlumatlı olduğunu deyib. Ölkələrimiz arasında mədəni əlaqələrin inkişafının əhəmiyyətinə toxunub. Biz bu günləri İtaliya paytaxtından Roma şəhərindəyik. Azərbaycan Mədəniyyət günləri ilə bağlı bura yığışmışıq və bugün mən çox şadam ki, biz də burada iştirak edirik. Azərbaycanımızın bayrağını ucalara qaldırırıq və beləsinə konsertlərin, beləsinə tədbirlərin bütün şəhərlərdə olmağını arzulayırıq. Biz hal-hazırda bildiyiniz kimi dünyanın mədəniyyət mərkəzlərindən biri olan İtaliyanın paytaxtı Roma şəhərindəyik və özümüzü çox xoşbəxt hiss edirik ki, belə bir gözəl, möhtəşəm tədbirdə biz də necə də qatılmışıq, biz də çalışırıq ki, öz musiqimizi, öz mədəniyyətimizi, öz imkanımız daxilində burada, bu şəhərdə belə bir gözəl, möhtəşəm bir sarayda nümayiş etdirək. Biz çox şadıq ki, hər zaman muğamlarımızı, təsvirlərimizi və öz Azərbaycan mədəniyyətimizi bütün ölkələrdə göstərməyə hər zaman hazırıq və bugünkü gündə mənə elə gəlir ki, bu möhtəşəm gündə həqiqətən bu çox böyük təntənəli bir konsert təşkil olunubdur. Bizi üçün də sevindirici haldır ki, bizim Azərbaycan mədəniyyəti ilə, Azərbaycan musiqisi ilə, bütün Azərbaycanın yüksək nəyi varsa, hamısı ilə bunlar dərindən tanış olurdular və yüksək də qarşılayırlar. Azərbaycan mədəniyyətinin burada tanıtılması, ümumiyyətlə tək İtaliyada deyil, bütün Avropada Azərbaycan mədəniyyətinin tanınması bizim üçün çox bir fəxrdir. Həm də burada diaspora işlərinin yürüdülməsi və Azərbaycanın nə kimi geniş imkanlara malik olmasını, biz buradakı bütün İtalyanlara və digər xalqlara çatdırması çox böyük bir hadisədir. Bu tədbirdə bunların bir ənənəsidir. Mənim fikrimcə, İtaliyada Azərbaycan mədəniyyət günlərinin keçirilməsi hər iki ölkəni daha da yaxınlaşdırır. Onların tarixini, mədəniyyətini, musiqisini paylaşaraq iki ölkə arasındakı əlaqələri daha da gücləndirir. Azərbaycan qədim tarixi olan bir dövlətdir və onun mədəniyyəti, musiqisi bizim diqqətimizi çox cəlb eləyir. Uzun zamandır ki, mən bu qədər gözəl vaxt keçirməmişdim. Burada deyə bilərəm ki, əsl istirahət və zövq aldım. Bu tədbir çox gözəl təşkil olunub. Mən uzun zamandır bu qədər gözəl musiqilər dinləməmişdim. Azərbaycan mədəniyyətini daha yaxından tanımaq istərdim. Həm musiqinizi, həm də səmiyyətinizi çox bəyəndim. Ümumiyyətlə bu tədbirə qədər Azərbaycan haqqında o qədər də təsəvvürüm yox idi. Amma demək olar ki, indi musiqinizə, rəqslərinizə, bir sözlə sənətinizə və xalqınıza qarşı müsbət fikirlərim yarandı. Tədbir barədə onu demək istəyirəm ki, artıq Heydər Əliyev Fondunun dəstəyi ilə ikinci tədbirdir ki, Roma şəhərində keçirilir, böyük tədbirdir və qeyd etmək istəyirəm ki, İtalyanlar tərəfindən, İtaliya cəmiyyəti tərəfindən çox müsbət alqışlanır. Tədbir çox gözəl keçdi, oradan bizim belə fərq hissimiz çox
yarandı. Oradan da çok qəşəng keçdi. Bizim gördük hem de İtalyanların da hamısının hoşuna geldi. Yani bu çok hoş bir histir. Benim adım Yasmin Rüstəmovadır. Mən həkiməm. Hal-hazırda Pizza şəhərində tədqiqat məsələ ilə bağlı buradayım. Mən əslində çox fəxr edirəm ki, bugün bu tədbirdə iştirak etdim. Çok güzel bir tədbir keçirildi. Sağ olsun Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyev xanımları